Salam hörmətli tamaşaçılar, hər vaxtınız xeyirli və uğurlu olsun. Ailənizin bir gün proqramı başladı. Başladı ki, növbəti müğənnini sizə təqdim eləsin. Növbəti müğənni deyərkən, elə həmişə mən mətbəxdən salamlaşıram. Bunun da səbəbi var ki, niyə mətbəxdən salamlaşıram, az öncə biləcəksiniz. Bugünkü qonağımız xanımdır, pozitivdir, müğənnidir, səsi gözəldir, özü də gözəldir. Gözəlimiz xatundur. Xatun, nə olub qanın qaradı, xatun? Alo. Yatırdın. Hoş gəlmisiniz. Sağ olar, xatun. Necəsən? Yaxşı. Sən necəsən? Yaxşıyam, hoş gəlmisiniz bir daha. Nəsə getmişdim, burada deyildim. Həmişə kimi yenə xatun obrazdadır. İndi kimin obrazdadır? Yox, obrazda deyiləm. Yenə içinə cin girdi, yoxsa? Mənim öz dünyam var. Xatun dünyası. Girib ruh çıxmır. Kumarın ruhu Canımdan girib. çıxmır. Canımdan çıxmır. Xahiş edirəm, hörmətli müğənnimiz, çıx xatunun içindən, qoy xatun özü olsun. Özüməm artıq, xoş gəlmisiniz. Necəsiz? Necəsiz? Yaxşı. Müğənnimiz var, adını da çəkəcəm. Yaxın dostlarımızdan biri də Aslan. Sənə də zəng eləmişdi. Tanımıram. Aslanı tanımır. Tanımır. Bəs sənə deyir ki, xatun niyə çəkirsən? Yox, mənə demədi xatun niyə çəkirsən. Elə deyib də sənə. Dedi ki, xatun süfrəsində nə O, var idi? o deyir ki, sənə ki, onu niyə çəkirsən, mən də onu niyə tanımalıyam. Onlar belə eləyəndən sonra mən də belə dedim. Xatun, bax sənin nəyin var ki, sən faxırlığını çəkirlər? Bax, nəyin var? Bir quru canındır da. Ev də öz adına deyil. O hardan bilsən? Ev də öz adına deyil. Ay Allah, səhərdə mənlə danışır. Kirədə qalır. Yox, danışır ki, neyinirsən, necə dolarsan, mən belə də elə bilirəm ki, mənə çox istəyir, mənlə dərdləşir. Deyir ki, bu ev nə deyirəm, mamamın adınadır ev. Mamanın adına deyil. Maşının da Balaşın adınadır. Maşın bilirik Balaşın adınadır. Yəni, ev... Bəs Yox, özünün ev kirə- nəyin var? Nəyin var sənin? Özümün var, özümün şəxsiyyətim var. Sonra nəyin var? Sonra səsim var. Sən elə şeylər dedin, onlar şou biznesi lazım deyil. Doğrudan, hə xatun? Deyirlər xatun, Nə var, xaladenika girmə, nə girirsən? Meyvə deyirsən, Xaladenika. meyvə yeyirsən. Meyvə, Meyvələrdir, xaladenika. xatunun meyvələrdir. Təsəvvür edirsən, səhər-səhər meyvə şeyirsən. Ay bala, xaladenika qoymuram, soyuq olur mənə. Yiyir, öz evində deyil. Kvartalt qalırsan. Kirayda qalırsan. Yox, vallahi kvartalt qalmıram. Öz evin, hə. Öz evim. Elə bilmə, unutulub o günlər. Hər xatirən bir sehirdi, tilsimdi. Günə düşdün olar. Vay vay. Eybi yox, eybi yox. Tamaşaçılar da bilirsən qoçaq bir xanımsan, xatun. Amma sevindim, qismətim əlimdən düşdü. Xatun qal, mən pis oldum sən. Ona görə istəmirəm də gəlsinlər, evi də çəksinlər. Söhbət o qabıdan gedmir. Nədən gedir bəs söhbət? Bir dənə qabıydı da. Yox, ondan gedmir söhbət. Prosta biraz Adamın gərək adamı olar, yoxsa? biraz ehtiyatlı ol. Başladı. Pozitiv xumar, yox. Xumar pozitivdir, xumar qəmlidir. Kimdir pozitiv müğənni şou biznesdə? Şou biznesdə adın nə idi? Abbas. Abbas Bağır, yox Abbas. Şou biznesdə pozitiv xanım, gözəl aurası olan İlhamə xanımımızdır. Buradan onu salamlayıram. Bax bu yerdə deyərəm ki, görən o müğənninin belə deyək də hünər çatarmı onu parodiya eləsin? Hazır müğənni? Sənin yəni İlhamə xanım parodiya edirəm. heç vaxt. Yox, heç vaxt. Elə özü də Eləyən səni, ailən xoşu də. gəlir. Yox, neçə dəfələrlə olub ki, xatun parodiya eləmişəm onun üçün. Deyib ki, mənə də parodiya eləyirsən, hə? Demişəm ki, yox İlhamə xanım. Amma əslində eləyirsən, hə, xatun. Deyirəm ki, yox İlhamə xanım. Yox, bir dənə məsəl üçün deyirəm ki, canım mənim.
Onu gözəlləyir axı. Show biznesdə niyə səni istəmirlər? Bax, bu yaxınlarda bir dənə də qalmaqal fason bir şey eləmək istədilər. Hərəsə səni dəvət eləməyiblər. Deməyəcəm. Mənim işim onu demək deyil. Bu nə danışır? Xatun işi də onu demək. Yox, sənin işin. Bayaq mən telefonla danışanda sən eşitdin. Hə, sən yataq otağında yox. Qonaq otağında telefonla danışanda mən eşitdim onu. Yaman belə eşqahlandı nə danışanda. Yox, yaman Elə eləyərəm. Onu bilirsiniz nə eləyərəm. Bu aləmi qızışdırır. Dəhşətdir. Çay, xatun. Bu nədir? Nədədir? Sənin stəkanın hansı idi bayaqdan? Elə odur. Elə odur, hə. Təzə. Bunda niyə süzdün? Çayırdan bunda içmirdin. Yox, bunda içirdim. Mən həmişə tamaşaçılara çayın rəngini göstərirəm, xatun. Deyən da, həm stəkanı yox, stəkanı yuyulub da təmizdir. O həm çirkli stəkan qoysun. Yox, o yuyulub da biz qurulayım da. Çirkli qabları yəni yuya bilərəm, xatun. Doğrudan. Yəni hər cür şərait varsa. Dəlidir bu. Bəs də. Hə, indi deyən çay süzək. Zibil atım xahiş edirəm, xatun. Hara atırlar? Onu özü yemişdi. Bax, gələndən var, dayanmır bir dəqiqə. Nə olub? Mən yemişdim, çox götürüb atarım. Hara atardın, qoydun da bura. Səhərdən onu ora atırsan, buraları qırırsan. Xatun doğrudan səmimidir. Hətta səmimi deyilsin. İndi hamını istədim sən tərifini. Ya doğrudan səmimiyəm də. Bu necə varamsa eləyəm. Xatunun bizim kollektivimizdə sən niyə görə çox istədik doğrudan. Falan televiziyaya getdim, yaltaqlandım ki, qoy dostlarım çox olsun. Dost qazanmaq məqsədi ilə. Televiziya yox. Yəni ki, elə müğənni var idi ki, məsəl üçün hərdən ona yaltaqlanırsan da. İşin getsin deyə də. Yo, məsəl üçün dəqiq olursan onunla, bayaq əsəbləşmişdim ha. Rauf hər zaman mən əsəbləşəndə mənə deyir ki, xatun sakitləş, meyvə lazımdır. Çünki mən ona cavab qaytaranda artıq o mənə düşmən elan eləyir. Səhər-səhər süd eşitdim. Yox, səhər-səhər bax mən xaladenikimi çəkmirəm öncə. Yox, xaladenikini göstərməyin, xahiş edirəm. Hə. O səhər-səhər ümumiyyətlə buradan demək istəyirəm ki, bütün xanımlara ki, hər zaman sıyıqlar yesinlər də. Yəni sıyıq kaşa da belə. Kim deyil ki, müğənnilər yemək hazırlaya bilmir? Yəni başqa bir yemək olsaydı deyərdik hə, amma bizim üçün doğrudan qeyri-adidir. Məsələn, müğənninin yox, elə xatundan söhbət gedir. Xatunun firini hazırlaması. Hə, bax südümüzü bura əlavə eləyirik. Mən bir çox bişirmir, kim yeyəcək, özü tək yaşayırsan. Sonra ikimiz yeyəcək. Kim deyir ki, mən tək yeyəcək. yaşayıram? Oğlum hardadır xatun? Mənim oğlum hal-hazırda Şuvalandadır. Yəni ki, Orada evimiz var. bəli. Orada, ora elə propiskada oradayıq, qeydiyyatda oradayıq. Şuvalanda. Şuvalanda. O mənim gəlin köçdüyüm yerdir. Bir dəqiqə, xat ufaqlar. Məsələn, bu əl dəsmalı əgər olsaydı, bax bu əl dəsmalı təmizdir, düzdür. Biz onu hara assaq, xatun onu oradan götürməzdi. Götürməzdi. Yo, götürərəm onda. O birisi dəsmal niyə götürdün? Ona görə ki, o birisi dəsmal üzə çıxas deyildi. Ay bala üzə çıxası deyəndə ki, nə mahiyyəti var onun? Şokolad rəngində dəsmaldır, qoyub xatun ora. Açanda gördüm şokolad rəngində deyil. Bu əslində ağ imiş. Bəzi də az danış, yeginə, belə hələ bir dənə qoymayıb, belə. Şəxsi qərəzliyim var mənə. Doğrudan dadlıdır, baba. Oynayacaqsan bizim başımıza. Oynamışım. Doğrudan dadlıdır. Sən Allah, əlimin düzü var. Bax, sonra deyirsən ki, xatun kökəlirəm. Qoy yerə, gedək qonaq otağa. Getdiyin yollardan sordum səni mən yollarda yerini mənə demədi. Aşdığım dağlardan sordum səni mən dağlar dilə gəldi. Sən gəlmədin, söylə niyə?
Getdiyin yerlərdən sordum mən səni. Görənlər də yerini mənə demədi, demədi. Getdiyin yollardan sordum səni mən. Güllər dilə gəldi, sən gəlmədin. Sən gəlmədin, gedənlərim döndü. Sən gəlmədin, durna qatar döndü. Sən gəlmədin, buludlar ağladı. Deniyə bir tək sən gəlmədin. Sən gəlmədin, gedənlərim döndü. Sən gəlmədin, durna qatar döndü. Sən gəlmədin, səni məndən alanlar döndü. Söylə niyə bir tək sən dönmədin? Xatun mahnının sözləri kimindir? Mahnının sözləri Sübhanə xanıma aiddir. Aha. Və musiqisi də Arif Səlimov. Burada minnətdarım bildirəm. Aranjman Əvəz Muradov, sound mastering Elçin Rəhman. Onlar deyiblər, verilişə çıxanda mənə raskılıq deyirsən. Adını Mən çəkirsən, Azərbaycanda mahnı yazmışam, doğrudan səndən ötürü mahnısını Yalçın Məlikov yazıb. Yəni tanınmırdı da mənə qədər. Bir çox insanlar ki var ki, mən Sən həmişə populyar populyar deyəndə ki, elə bir ayağım düşərli olub da onların həyatında və məhz mən onların mahnısını ifa eləmişəm bir çoxları, amma məndə uğur qazanıb. Elə xatun, gəl səmimi danışaq. Elə bir bəstəkar sənə mahnı verən varmı ki, deyib efirə çıxanda mənim adımı çəkmək 100% olmalıdır? Yəni tələb eləyirlər bunu səndən. Hansı efirdə olsan, mənim mahnımın oxudunsa mənim adımı çəkməlisən. Yo, var elə bəstəkarlar olub ki, deyib mənim adımı çək. Çünki hamı istəyirdi öz zəhmətinin, nə bilim, Bəs qiyməti pul olsun. almırlar onun yerinə. Həm pul alırlar, həm deyirlər mənim adımı çək. Yo, mən pul vermişəm, məsəl üçün sənin çox sevdiyim bir mahnı pulla almışam. Ən bahalı mahnım odur. Neçə alıbsan mahnı? O mahnı almışam 2000-ə. Mən bayaqları otaqların birində gördüm ki, sənin qarderobunun yanında diplomlar var. Diplomlar var, şəkillərim falan, hamısını ora yerləşdirmişəm. Bəli, mən necə deyim, mükafatlar almışam. Elə mükafatlar da almışam ki, məsələn, şüşələri sınıb. Get sən xatun, gedək onları göstər. Səndən öncə nə olubsa da. Əslində, bəli, xatun çox səliqəli, gözəl bir müğənnidir. Düzdür, mənə yataq otağına buraxmasa da, amma ki, sözün əsli mənasında. Xatun, ümumiyyətlə, isti su, soyuq su gəlir də səndə? Gəlir əlbəttə ki. Hara, nəyə girmişsən, nə ora? Adı yox, elə belə şeydir, ayağımın altına salıram amam. Gəl, çıxmır. Bəli, şov qərib. İşıq yazır, Bəzi müğənnilər kimi söndür, işıq yazır. Projektorlar nə qədər yazar? Hə. Bəzi müğənnilər, bir də müğənni var, o deyib. Olar mən deməmişəm. 2 dəqiqə gəlim. Sən bunları tamaşaçıya təqdim elə, mən gəlirəm. Hara gəlsin? Hara gəlsən, gəl diplomlardan danışırıq. Yaxşı diplomlardan danışaq. Bunu deməli Pulla almış. İtaliyadan alıb. İtaliyanın Burası əməkdar qızıldır, artisti. bəli, bax, buraları Orası. qızıldır. Bura mərmərdir. Burada brilyant qaşlardır, bax, görürsünüz. Bəli. Burası da Bir taxtadır. çox xalq artistlərində bu yoxdur ha. Bəli, Yoxdur çünki da. almayıblar. Sənin prinsip eləyən xalq artistlərində bu yoxdur. Heç xalq artistlər var prinsip eləyəndə. Ha, Sən məsələn adın yoxdur, məsələn də adın var yəni bir də xalq əməkdar- artisti var ki, məni qoymayıb oxumağa. Niyə Mənə təqdim qoymayıb? eləyiblər, öz oxuyub mən. Doğrudan. Sonra vallahi ondan sonra onu dedim ki, O şıx məsələsinə. dedim ona ki, yoxsa heç nə eləyə bilərəm ki mən ona. Doğrudan vallahi nə eləyə bilərəm ki. Deyim Dedim biz. sən Allah'a tapşırırım. Nə oldu ki Allah tapşırdı? Ha, kif oldu. Daha da varrandı, daha da Necə varram, nə şöhrət oldu. Doğrudan. Heç nə. Marketə gedir sənətini təqdim eləməyə. Hə? Yəni istəyir almaları. Yox, marketdə xoşu gəlir, marketdə çəksinlər onu. Bir marketə gedir, video çəkir, qoyur YouTube-a. Niyə? Dəlidir. Çünki efirlərə buraxmırlar. Doğrudan. Yox. Mən Yox, doğrudan, Yox. heç kəs haqsızlıq eləməsin. Bu həyat, heç kəs Gəl, sığortalanmır bu danışdıq, həyatda. gəl, Yox, danışdıq.
həyatda sığortalanmayıb. Ona görə deyirəm ki, heç vaxt özündən aşağı müğənnilərə aşağılamaq olmaz da. Bilmək olmaz ki, sabah sənin ipin onun əlində ola bilər. Həyat elə bir şeydir. Ay, indi sən bütün efirlərə çıxırsan, o çıxa bilmir. Yox, mənim efirdən çıxmaqdan gedmir söhbət. Ya kimin əvvəli, kimin axırı? Bayaq özü dalıyca danışırdı ya. Mən heç kimin dalına Mən məhtələm sənə, məhtələm. Yəni, mən öyrəşmişəm, ona görə adı qəbul edirəm sən bu performansını. Amma onu demək istəyirəm ki, həyatda geri sadə olasa, heç kəsə pislik eləməyəsən. O titulundan istifadə eləməməlisən. Əlbəttə, biz də çalışırıq, yaltaqlıq eləyək ki, yəni, sən demirəm, yox, əstəxfirullah. Yəni, ümumiyyətlə, danış da, bəlkə diplomu göstədirəm, bəsdir, boş-boş danışma. Demək, bu mənim diplomumdur. İdmanla bağlıdır. Bəli, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən keçirilən tədbirlərdə fəal iştirak elədiyimə görə 2009, yox, valla buna pul verməmişəm. Buna vermişəm. Buna veribsən, bu haramdır? Bunu da balaş almışdı mən hədiyyə. Təzə çıxmışam bir ildə, heç kəs mənə tanımır. Mən pulla nominasiya verdim. Doğrudan nə qədər verdin bu nominasiya? Təzə fikirləşirdim ki, efirə çıxan kimi hamı mənə tanıyır, heç kəs də mənə tanımırdı. Özünə elə gəldi. Özümə elə gəldi, girirdim məsəl üçün dükana zada, gördüm ki, mənə tanımırlar da. Gördüm mənə tanımırlar, nə qədər belə baxırdım üzlərinə ki, ya, mənəm o. Görürüm, tanımırlar. İndi belə girirəm, görürəm ki, gəlir öz saçımdır, tuturlar saçımı da. Tez məşhurlaşdın. Hə, maşallah. Doğrudan. Və mən balaşa öz minnətdarım. Yox, pul xərcləmişəm. Sponsor, yox, xərcləyibsən, yəni elələri var ki, bütün varını, dövlətini qoyur, amma yenə də tanımır. Valla varımızı, dövlətimizi qoyduq. Heç maşınlarımız yox idi, remontsuz evdə otururduq, evimiz də yox idi. Təsəvvürə gətirginən, amma necə deyim, Balaş bütün qazandığını mənim üstümə. Necə qazandığını? Qazandığını, ona deyirlər, yox, Balaş elə bir stilistik ki, onu transfer eləyirlər. Biz salondan o salona müqavilənə tutaq ki, müəyyən bir futbolçu kimi müəyyən bir məbləğlə. Hərdən deyirlər ki, Balaş bəyəm nədir? Nazirlikdə işləyir. Balaş tutaq ki, 10.000 alırdı, onu da nə yeyirdik, nə içirdik, hamısını. Doğrudan eşitmişəm. Amma valla bax, indi artıq hamı mənim həyat tərzimi, efirdə olduğum performansları görə inanırlar ki, doğrudan da elə bu sponsoru Balaşdır. Xatun, buna nə qədər pul verirsən? Buna 1000 dollar. Dollarla? Quran haqqı, 1000 dollar. Bu sənin köməyinə çatdı? Heç nədə olmadı, 1000 dollardır. Elə belə qoymuşam, belə baxıram da buna 1000 dollar. 1000 dollar bir dənə mahnı alardım, bir aranjman, ya da bir dənə qızıl alardım. Kasıb olanda üraq olsun. Yox, satardım sonra acından öləndə. Bu sənətə etibar yoxdur. Vəfasız. Apar vura bilməzsən, yəni yerə. Yox, da nə bilim, ağlım olsaydı almalı, ağlımız olmayıb da. Hər dəfə buna baxanda bu da Balaşı yox, Balaşı bir-iki nəfər də, bir-iki nəfərlər var. Dedilər ki, orada nə bilim, filan kəslər olacaq. Bir nömrəli müğənnilər, sənin bəs bacın niyə? O da ona görə yeyir. Bu nədir adı? Qara nöqtəsindən mənim. Tırkaya getdi. Yox, Qara nöqtə mahnım doğrudan sevildi. Qara nöqtə Azər Nəsibov, söz və musiqi, elə jurnalist dostumuzdur. Xatun, bunu pul versən də. Sən Allah atma yerə, bax, hiss edirəm ki, başımı yerə sada vurmaq istəyir bu. Ona pul versən də, amma Qara nöqtənin tarixi var da, doğrudan da. Qara nöqtə, nə gülürsən? Zarafat eləmirəm, doğrudan tərif edirəm. Nə qədər güldürür, mən ölürəm. Hər evə lazımsan, sən. Mənə deyirlər onu. Qədrimi bilmir. Qara nöqtənin tarixi var. Bəzilər kimi bilsən, yəni ki, yaradıcı heyəti. Yaradıcı heyəti, mənim yaradıcı heyəti. Sərdən Süzdən sən nə qədər danışırdı. Əcəb edirəm. Sən kimi arxada danışmıram. Bir dənə qara nöqtəni zümzümə eləyərdin də, Xatun. Qara nöqtə kimi düşdün sevgimin ağ səhifəsinə. Çıxıb getdin həyatımdan, yerin qaldı qara nöqtə. Qara nöqtə kimi düşdün gözlərimin kölgəsinə. Özün getdin ürəyimdə, izin qaldı qara nöqtə. Ağzure! Maraqlı bir fakt tapmışam bəyəklərimizdə. Deməli, Xatunun kommunal borcu var. Hörmətli tamaşaçılar. Kommunal deyil, işıq puludur. İşıq kommunaldır da. İmkanlı şəxslərdən.
İmkanlı şəxslərdən. İmkanlı şəxslərdən xatun xahiş, özünün üstü gəlmir. Özgünün sözünü özgəyə deməyə nə var ki? İmkanlı şəxslərdən xahiş edir ki, xatunun şıx pulunu heç olmasa ödəsinlər. Hörmətli tamaşaçılar, təəssüflə qeyd eləməliyəm ki, artıq verilişimizin sonudur. Sağollaşmalıyam. Neyniyim? İstəsəm də, istəməsəm də. Bilirəm, xatun da bunu istəmir sağollaşaq. Çünki ürəyi, qəlbi dolu idi ki, tamaşaçılarla bölüşsün. Abbas çox qəlbə yaxın bir insandır. Məncə bizim verilişimiz də çox qəlbə yaxın olacaq. Amma doğrudan sərdə nə qədər gülürəm, nə qədər belə zövq almışam bu verilişdən və minnətdarlığımı bildirirəm Aynes telekanalına, sizə, burada əziyyət çəkən operatorlara, canım Səidəyə, hər birinizə ürəkdən çox sağ olma bildirirəm. Allah sizi var eləsin, həmişə hörmətli olasınız və məni yaddan çıxarmayasınız. Çünki hər zaman siz mənim yadımdasınız. Təşəkkür edirəm, xatun. Təşəkkür edirəm, çox sağ ol, qonaqpərvərliyə görə. Hörmətli tamaşaçılar, artıq sizlə sağollaşıram ki, gələn həftənin bugünkü günü, bax elə bu saatda yenidən sizinlə görüşə gələm. Hələlik. Gel senin hanım hatunun olum, salma o canıma. Bir nefes gibi istemem seni, gel benim